الحروف بأشواق وأزهار. هذه هيا قد سرت للسعد في آمال تروي الجمال بألفان وأطيار. عروسة النور تاج البدر يبرزها نجما يشع بأنوار وأنوار. مبارك زوجها جاءت على درر زوج النقاء بتتويج وإبهار. كل القلوب تناهت في السنة فرحا بالحسن يبرق في حسن وإصرار. كل القلوب تناهت في السنة فرحا بالحسن يبرق في حسن وإصرار. على جبين سعادتي وأفكاري تجري الحروف بأشواق وأزهار. هذه هيا قد سرت للسعد في آمال تروي الجمال بألفان وأطيار. أسماء ترسم ألحان الوفا كلما يبدو بديعا على خير وإيثار. ومريم ترتوي بالحب قد بعثت ألفاظها فرحة تروى بأمطار. كذاك شيماء تسقي الروح بهجتها وتنتقي حبها من غير اختار. كذاك شيماء تسقي الروح بهجتها وتنتقي حبها من غير اختار. كل التباريك تجري هيا وبها كل الدعاء إلى ربانين الباري بأن يفيض عليك الله نعمته ذرية تزدهي في كوننا الساري. كل التباريك تجري هيا وبها كل الدعاء إلى ربانين الباري بأن يفيض عليك الله نعمته ذرية تزدهي في كوننا الساري. على جبين سعادتي وأفكاري تجري الحروف بأشواق وأزهار. هذه هيا قد سرت للسعد في آمال تروي الجمال بألفان وأطيار. عروسة النور تاج البدر يبرزها نجما يشع بأنوار وأنوار. مبارك زوجها جاءت على درر زوج النقاء بتتويج وإبهار. كل القلوب تناهت في السنة فرحا بالحسن يبرق في حسن وإصرار. كل القلوب تناهت في السنة فرحا بالحسن يبرق في حسن وإصرار. على جبين سعادتي وأفكاري تجري الحروف بأشواق وأزهار. هذه هيا قد سرت للسعد في آمال تروي الجمال بألفان وأطيار. أسماء ترسم ألحان الوفا كلما يبدو بديعا على خير وإيثار. ومريم ترتوي بالحب قد بعثت ألفاظها فرحة تروى بأمطار. كذاك شيماء تسقي الروح بهجتها وتنتقي حبها من غير اختار. كذاك شيماء تسقي الروح بهجتها وتنتقي حبها من غير اختار. كل التباريك تجري هيا وبها كل الدعاء إلى ربانين الباري بأن يفيض عليك الله نعمته ذرية تزدهي في كوننا الساري. كل التباريك تجري هيا وبها كل الدعاء إلى ربانين
Velhamdülillah ve salatu ve selamu ala Resulullah. Merhametli ve bağışlayan Allah'ın adıyla. Allah'a sonsuz sayıda hem senalar olsun. Onun sonuncu Nebisi ve Resulü Muhammed sallallahu aleyhi ve sellem ona ve ailesine Allah'ın salam ve salavatı olsun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Güzel kardeşler, konaklar, elimiz, cemaatimiz hamınızı hoş gördüğü bu əziz şən gündə. Allah hamımıza bereket versin. İslam'ın gösterilen Müslüman üzerinde olan hakkından biri de davet edende ona icabet etmeydi. Allah sizden razı olsun ki İlham kardeşimizin davetine icabet edip bu güzel saraya, meclise teşrif buyurmuşsunuz. Allah Teala'dan dileyirik ki Allah Teala sizin de yakınlarınızı, qohumlarınızı şad gününde əsl Allah'ın buyurduğu meclislerde iştirak edək, sevinək ve xeyir dualar edək. Allah hamımızdan razı olsun. Cennetlə müjdelenen sahabelerden biri de Abdurrahman İbni Avf radiyallahu anhudur. Onun ziyafetinde, toy meclisinde Peygamber sallallahu aleyhi ve sellem toyda iştirak edip ve Abdurrahman kardeşimize aşağıdaki duanı etmişti. Berekallahu leke ve bereke aleyke ve cem'e beynekuma fil xeyrin. Allah mübarek eləsin, senin üçün bereketli etsin, her ikinizi xeyir üzerinde birleştirsin. Sahih Tirmizi'de rivayet olunmuş, sahih hadistir. Biz de bu dua ile kardeşimize, İlham kardeşimiz oğlan Hüseyin'e de hemen dua ile dua edirik. Allah Teala bu meclisi bereketli etsin, onların her ikisini xeyir üzerinde birleştirsin. Aziz kardeşlerim, elimiz, obamız, cemaatimiz, Qobustan əhli ve qonaqlar. Bizim bugünkü məclisimiz bacardığımız kadar Allah'ın rızası ile çalışacağıq ki, Kur'an üzrə, sünnə üzrə, yani buna bədən İslamı toy deyirlər, ne olsa axır, inşallah Allah'ın razı qaldığı bir şərətdə bir məclisi yola verək. Ve burada da biz Allah'tan kömək diləyirik. Allah'tan kömək diləyirik. Məclisin, belə bir məclislərin özünə görə xüsusiyyətlər var, fəzilətlər və xüsusiyyətlər var əziz qardaşlar. İslami toyların, yani haqq üzərində olan toyların şərtlərindən biri elhamdülillah vaxt söhbətidir. Biz elə bir vaxtı Allah'ın izinlə seçmişik ki, maşallah Allah bereket versin, qılınan namazları Allah qəbul eləsin. Məğrib namazı ilə işa namazı arasında olub, namaz qılınır və sərbəst bir vaxtdır bu müddət. Bundan əlavə, personal nöqteyi nəzərindən elhamdülillah məclisdə imkan olan qardaşlar da, imkansız qardaşlar da hamısı iştirak edir. Sadə insanlar da, belə deyək də bütün təbəqəli insanlar bu məclisdə iştirak edir. Bu da Allah üçün təşkil olunan toyların belə deyək bir şərtlərindən biridir. Məkan söhbətinə qalanda elhamdülillah yenə də məkan söhbəti Allah'a hem sanalar olsun, qəsəbəmizdə geniş işıqlı bir sarayda məclis keçirilir. Dördüncü şərt isə halal söhbətidir. O da Allah'a hem sanalar olsun ki, məclisdə halallığa tam rəayət edilir. Heç bir haram, nə içkisi, nə digər şeylər heç bir məclisdə yoxdur. Bilirsiniz qardaşlar, əsas məsələ xoşbəxtçilik insanın qəlbinin rahatlığındadır. Qəlb rahat olanda hər şey qaydasında olur Allah'ın izniyle. Yani iman olanda. O nöqteyi nəzərdən də biz bugünkü məclisdə Allah'ın izniyle çalışmışıq ki, yani ki bütün bu şərtlərə əməl olunsun. Adeten ortada paradoks
paradoksal vəziyyətlərdən biri budur ki, bu Allahın izni ilə belə deyək də, hardasa 2000-ci ildən bəri, 2005-2006-cı ildən bəri bu toylar təşəkkül tapıb. Respublikamızda, Allah razı olsun, Respublikada təşəkkül tapıb və biz burada birinci növbədə, yenə də deyirəm, birinci növbədə Allah rızasını güdürük. Allah hamımızı riyadan qorusun. Allah üçün biz savab qazanaq. Çünki hər şey ötüb keçəndir. İstər hər hansı bir şadlıq nə olur olsun, bir gündən, 2 gündən sonra unudulur bizim nəzərimizdə. Amma Allahın mələkləri yazır hər şeyi, əziz qardaşlar. Allahın mələkləri yazır deyənə, biz də bu nöqteyi nəzərdən bu məclisi Allah üçün keçirməyi, Allah razı olsun İlham qardaşlar və onun övladından. Allah bizə müvəffəq eləsin. Mən hardasa gözləyirəm, bilirsiniz necədir, hardasa bir 10 dəqiqə, 15 dəqiqə gözləyirəm ki, qardaşlara, ağsaqqallara söz verəcəm. Adətən birinci yeməyi nuşu canlığına yesinlər, rahat otursunlar, özlərini rahatlasınlar. Ona görə mən bu kiçik bir çıxışla belə deyərəm, bir nəzirətlə sizə müraciət edirəm. Adətən əzanda da, sonra namazda da bizim ifadə etdiyimiz sözlərdən biri də budur. Allahu Ekber. Allah uludur. Əziz qardaşlar, Allah uludur, bəli. Bu bizim təfəkkürümüzə, bu bizim belə deyək də anlayışımıza, düşüncəmizdə hamımız təsdiq edirik ki, iman edirik ki, Allah uludur. Amma biz bunu necə uludur, nə qədər uludur, biz bunu bizim ağlımızdan kənardır, biz bunu tam şərtdə dərk edə bilmərik. Mən kiçicik bir haşiyə çıxacam. Qardaşlar tərəfindən belə deyək, yayılmış bir elmi araşdırmanı Allahın izni ilə sizə təqdim edəcəm. Bizim yaşadığımız bu yeryüzü, indi burada oturan, yəni dünyavi savad olan qardaşlar da var, elhamdülillah, dini savad olan qardaşlar da var, hamısı var burada. Bizim yaşadığımız yeryüzü, yer planeti 510 milyon kvadrat kilometrdir sahəsi. Onun 149 milyon kvadrat kilometr qurudur, 361 milyon kvadrat kilometr sudur. Baxanda böyük bir ərazidir. Yaşadığımız Allah Taala'nın bizə bəxş etdiyi bir yer planeti, yer böyükdür. Son statistik rəqəmlərə görə də hal-hazırda 8 milyarddan bir qədər artıq əhali yaşayır. Yəni Allah'a həm sənalar olsun, il ərzində təxmini 70-71 milyon artım olur. Amma bir qədər dərinə gedəndə doğrudanmı bu dünya, doğrudanmı bu yer planeti belə böyükdür? Əsla. Əsla böyük deyil. Allah Taala'nın, Subhanahu Taala'nın nəzərində bu dünya dəyərsizdir, qardaşlar. Müqayisə üçün belə bir misal gətirəcəm. Bizim galaktikada ən çox, belə deyək, hər gün gördüyümüz Allahın izni ilə bizə istilik verən Günəş. Günəşin həcmini götürəndə, yəni həcm bilirsiniz, burada riyaziyyatçılar da var, həcmi en vurulur uzuna, bir də hündürlüyə. Həcmini götürəndə Günəşin həcminə, daxilinə 1,3 milyon, yəni 1 milyon 300 min dənə yeri yerləşdirmək olar. Təsəvvür edirsiniz bu nə deməkdir? Günəş gör nə qədər böyükdir. Bu Günəşin böyüklüyü 1,3 milyon dəfə əgər yer yerləşirsə bura, gör Günəş kimi nə qədər ulduzlar var. Bizim galaktikada milyonlarla belə ulduzlar var. Və müxtəlif galaktikalar mövcuddur Allahın izni ilə. Bu hələ yerin qardaşlar birinci qatındadır. Mən sizə yenə də təkrar edirəm ki, Allahın böyüklüyü barədə bir araşdırmanı təqdim edirəm. Bu hələ yerin birinci qatındadır. Bundan sonra, estağfurullah, göyün birinci qatındadır. Bundan sonra yerin ikinci qatına 500 il məsafə lazımdır ki, göyün ikinci qatına çatmağa görə. Hansı sürətlə Allah bilir. Hansı sürətlə Allah bilir. Ondan sonra üçüncü qatı, yenə də 500 il məsafədir. Belə məsafə gəlirsə 7-ci qatına. 7-ci qatına çıxandan sonra əziz qardaşlar, Allahın kürsüsü gəlir. Allahın kürsüsü gəlir. Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, parmağınızdakı üzüyü Sahara səhrasına atın. Sahara səhrası həmin üzükdən nə qədər böyükdürsə,
Sahara, ərəblər onu Sahara deyir, yəni ən böyük səhradır. Afrika qitəsinin, Afrika materikinin şimalında yerləşir. Nə qədər böyüdüsə, həmin o kürsü də göyün o 7 qatından bir o qədər böyükdür. Yəni bunu heç kim hesablaya bilməz. Heç kim ha. Yəni Sahara səhrasının hardasa 9,4 milyon kvadrat kilometr ərazisi var. 9,4 milyon kvadrat kilometr. Amma üzük belə götürək də, bura riyaziyyatçılar var. Üzüqün sahəsi yoxdur. Üzük sadəcə olaraq çevrədir. Yəni o 9,4 milyonu onu bölmək mümkün deyil. İstəyir Nobel mükafatı lauriyyatı olsun, istəyir ən məşhur. Bundan sonra da gələn nə qədər riyaziyyatçılar olsa da mümkün deyil. Yəni biz də təsəvvürümüzə gətirə bilmərik ki, gör nə qədər Allahın kürsüsü həmin bu yerin, göyün 7 qatından böyükdür, əziz qardaşlar. Ayəti kürsüsünə və siyə kürsü səmavati bəlar, və la yeydu hifzühümə və huvəl əliyyül əzim. Allah Teala buyurur. Bundan sonra Allahın kürsüsündən sonra, əziz qardaşım, Allahın ərşi gəlir. Allahın ərşi də yenə Peyğəmbər sızan buyurur ki, Allahın ərşi ilə kürsünün müqayisəsi də yenə Sahara səhrasında bir üzücün ümumi səhranın sahəsində gələn fərqi var. Yəni kürsü yenə də bir o qədər Allahın ərshindən, Allahın ərşi kürsüdən bir o qədər böyükdür. Təsəvvür edirsinizmi? Yəni bunu biz heç kimimiz təsəvvür edə bilmərik. Allahın ərşi, sonra da Allah Taala ərşə yüksəlir. Allah Taala. İndi biz hiss edə bilərikmi, biz bəşəriyyətdə yer nə boyda bir şeydir. Və yerə nisbətən biz kimik, nəsiyik, nə qədər bir xırda, yəni ağla gəlməyən bir şeydir bizim burada böyüklüyümüz. Allahın böyüklüyünü biz dərk etdiyimi gör, nə qədər böyüdür bizim uca Allahımız. Nə qədər böyüdür uca Allah. Xoşbəxt olsun, xeyirli, bərəkətli olsun, sağ olun. Allahın əzəməti var, əziz qardaşlar. Mənəvi Quran-ı Kərim ayələrində ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ənəm surəsinin həmçinin 102-ci ayəsində Allah Teala buyurur, hər şeyin yaradıcısı Allahdır. Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra sizi dirildəcək məhz Allahdır. Rum surəsi 40-cı ayə. Sizi zəif bir şeydən, yəni nütfədən yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. Rum surəsi 54-cü ayə. Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəkilə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyrxahdır. Qafir surəsi 60-cı ayəsi. Yəni biz bazardığımız qədər bu gözəl məclisdir, toy məclisdir, qardaşlar. Burada həm inşallah qonaqlara, qardaşlara, elm əhlinə söz veriləcək. Eyni zamanda da Allahın izni ilə burada Peyğəmbər s.ə.v-in zarafatlarından da sizin nəzərinizə çatdıracaq, müəyyən şeir parçalarını da sizin nəzərinizə çatdıracaq ki, toyumuz rəngarəng şəkildə geçsin, Allah mübarək etsin. Uca Allahımızı qısa bir şəkildə, yəni ki, nə qədər danışsaq da, yenə də belə deyək, yorulmaları sizə təqdim etdik. Allah Teala bizi iman əhlindən etsin. Allaha iman edən, Peyğəmbərə, mələklərə, kitablara, qəza-və qədərə iman edən qullarından etsin. Şair buyurur ki, Allah yaranmayıb, bir yaradandır. Sən ona səcdə et, düşməzsən dara. Çətinlik olsa da bir imtihandır, şükür eyləsən qadir Allaha. Gərək haqla olsun, haqqı duysun ürək, əməlin üçün qiymət verəndir Allah. Son nəfəsdə bizə nəsib olaydı. Əşhədü ən la ilahə illallah, əşhədü ennə Muhammedən Rasulullah. Şükür, tərif Allaha məxsusdur. Başlanğıcda Allah sizlərə bərəkət versin.
tam şəkildə yenə elhamdülillah nuş-u canlığına yiyin. Allah sizlərə bərəkət versin. Çox gözəl məclis, qəlbimiz sevinç içindədir. Bugün hər tərəfli sevincindədir. Həm müsəlman qardaşımızın oğlu, həm qardaş özü müsəlman, həm belə deyək, hər tərəfli şəkildə elhamdülillah sevinirik ki, bugün belə bir gözəl məclisdə iştirak edirik. Allah Teala Ənbiya surəsinin 107-ci ayəsi budur ki, ey Peyğəmbər, biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik. Allahın Rəsulu bu bəşəriyyətə xilaskar kimi gəldi. Amma ölkədə fəth edən adamlar yetişdirdi. O silah hastasını yetişdirmədi, amma tərihçilər yetişdirdi. O sifarişlə və ya satılmış qatillər yetişdirmədi. O insanların könlünü fəth edən fatihlər yetişdirdi. O ölkədə sarayda fəth edilmədi. Tək otaqlı şəhərimizdən bir otaqda fəth olunmadı. O öldükdən sonra adı ilə etdiyi gözəlliklərlə, gözəl məxluqu ilə yaşadı. Ona nə heykəl uzatıldı, nə şəhərlərə adı verildi, nə xum üzərində şəşəkləri oldu. O, insanlar əyləncə olsun deyə öldürülən bir cəmiyyəti yenidən formalaşdırdı. İnsana yenidən təhsil verdi. Bir insanın hidayətinə vəsilə olmaq, bütün dünyanın zənginliyinə tercih etdi. O bu dünyadan gözü arkada getmədi. O ismiyle her ailede yaşayır, her küçede yaşayır, her şehirde ve her ülkede yaşayır. Onun tərzi tarixdən heç vaxt silinmədi. Onu sevənlər onu kimi geyindi. Onun yediği kimi yedi. Onun yattığı kimi yattı. Onun oturduğu kimi oturdu. Onun şəkil və heykəli heç bir yerdə yoxdur. Amma o hər yerdədir. Çünki o aləmlərə rəhmət idi. Allahın salat və salamının üzərinə olsun. Rəbbimiz Muhammedə və ailəsinə və onun əshabinə və onun arxasından gələnlərə salat və salamat eyləyinə. Amin Allah'ım. Bizim elhamdülillah qardaşımız, yəni sıravi bir müsəlmandır. Borcumuz idi ki, məclisin əvvəlində Allah'a tərif edək, onun peyğəmbərini sizlərə təqdim edək. Allah hamınızdan razı olsun. Yəni bazardığınız qədər qeydləri sizin nəzərinizə çatdırdır, əziz qardaşlar. İndi isə mən bura Allah'ın izni ilə İlham qardaşı dəvət edirəm. İlham qardaş, yaxın gəl inşallah. Məclisi sən də Allah'ın izni ilə bir salamla, sözün, nəyin var qardaşlara çatdır. Buyur. Bismillah, assalamu aleykum. Kardeşler, hoş gelmişsiniz. Ölümümüzün hamının hayatında hayır iş olsun. Hayır işten etli kardeşler gibi iştirak edeyim. Allah razı olsun, Allah köməyiniz olsun. Allah sizdən razı olsun, Allah köməyin olsun. Allah sizə bərəkət versin. Ömrünün sarayı qat-qat sökülsə, saqqalı ağarsa, saçı tökülsə, qaməti əyilsə, beli bükülsə, yenə övlad üçün bir dağdır ata. Atanın sağlığında qədrini bil ki bu dünyada qonaqdır ata. Əziz qardaşlar, dünyasını dəşən atalarımızın Allah günahını bağışlasın, yerdə qalanlara Allah rəhm eləsin, atalarımızın, valideynlərimizin, analarımızın qədrini biləyik. Biz 20-ci əsrin axırları və 21-ci əsrin əvvəllərində yaşayan bir insanları, yəni keçmiş kişiləri də görmüşük, əlhəmdülillah. İndiki gəz nəsli də görürük biz, Allah'ın izni ilə. Yəni biz elə insanlar görmüşük ki, hər hansı bir qardaşından ötürü övladın yollayıb ki, ged yine filan kəsi çağır yine bura, mən xəstəyəm. Gəlmişik həmin kişinin yanına, görmüşük kişi özü qızdırma içində yorğanda yatır. Deyib ay bala ne olub? Demişsən ki bəs kişi atam səni arzudur. O kişi qızdırmadan titrəyə, bəlkə də 39 dərəcə, 40 dərəcə qızdırma içində durub gəlib ziyarət edib qardaşım. Belə kişilər olub, əziz qardaşlar, 70-ci illərdə, 70-ci illərin axırlarında. Biz insanlar görmüşük ki, əlində o vaxt maşınqa deyirlər və gəlib ki, mən gəlmişəm sənin atomun başını qırmağa. Bir-birinə yaxşılıq üzrə yarışıblar. Allah onların hamısının günahlarını bağışlasın. O kişilərin bir nümunəsi də qalıb, yəni o insanlar belə 28-ci ildə, 27-də, 25-də anadan olan insanlar idi da, haradasa 72, 90, 100 il keçir o müddət ərzində, artıq 25-ci ildir.
O kişilərin bir nişanəsi də bizim Şamlı məscidində qalıb. Şamlı məscidin ilk qurulmasında da həmin kişilərdən qalanlar olur gözümüzdə qalanda. Onlar da orada nəyi var kömək ediblər, nəyi var bütün varlığı ilə qəpikdən tutmuş, əlinin bir gücü çatdığı lapatqıyadan veriblər. Sözsüz ki, onlar yenə deyirəm, indi köhnə kişilər deyəndə də köhnə kişi ifadəsi bəlkə də düz deyil, indi yenə də kişilər var. Amma elə şeylər vardır ki, biz onlardan nümunə götürməliyik, əxlaqı onlardan nümunə götürməliyik. Haramlardan çəkinməyi qəti şəkildə biz çoxun onlardan nümunə götürməliyik. İndi bu qədər idi. Biz, yəni o dövr elə bir dövr idi ki, Sovet rejimi idi. Sovet rejimində istər-istəməz din bu qədər açıq, bu qədər geniş, bu qədər təbliğ olunmurdu. Allah hamısının günahlarını bağışlasın. Bugünkü məclisimizdə bizim Şamlı məscidinin imamı Qaroğlan qardaşımız da iştirak edir. Sözü ona verəcək. O da öz xeyir duasını etsin. Eləcə də o qardaşlar, uyanda duran qardaşlar da Allahın izni ilə öz ürək sözlərini desin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve akıbeti lil muttaqin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel mursalin. Nebina, Habibina Mustafa sallallahu aleyhi ve sellem. Berekallahu leke ve bereka aleyke ve cema'a beynekuma fi hayrin. Allah mübarek edesin, Allah mübarek edesin, Allah mübarek edesin. Allah Teala her iki gəncin eşkini, məhəbbətini, ülviyyətini bir-birine daim etsin. İlham qardaş, Allah mübarək edesin, xeyirli olsun, bərəkətli olsun. İslam'a, atasına, anasına, dinine, vətənine xidmət edən yararlı övladlar, nəvələr, nəticələr nəsib edesin Allah Teala. Hüseyin qardaşımız bizimle həmişə çigin-çiginə namaz qılan, oruç tutan əxlaqlı, gözəl bir balamızdır və onun bu cür, belə gözəl tərbiyəsində sizin böyük bir ata kimi xidmətiniz olur. Ona görə də sizə təşəkkür edirik. Məscidimizin adından, icramızın adından bir daha bu izdivacı, bu toyu təbrik edirik. Allah mübarək eləsin. Allah Teala atasına, anasına, dininə, vətəninə, millətinə, bütün Türk dünyasına xeyir verən övladlar nəsib eləsin. Allah Teala bu izdivacı Adəm atamız və Həvva anamızın izdivacı kimi, xeyir işi kimi, xeyirli, bərəkətli, şərəfli eləsin. Allah Teala bu izdivacı Muhammed Mustafa sallallahu aleyhi ve sellemin və Xədicətül Kubranın izdivacı kimi xeyirli, bərəkətli, şərəfli eləsin. Allah Teala bu izdivacı, bu birləşməni Əli rədiyallahu anhu və Fatma-i Zəhranın əqd-i nigahı kimi xeyirli, bərəkətli, şərəfli eləsin. Bir daha təbrik edirəm Hüseyin bala. Biz səndən çox razıyıq. Allah da razı olsun. Xeyirli, bərəkətli olsun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah mübarek eylesin. Allah mübarek eylesin. Allah mübarek eylesin. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu lil muttaqin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Nebiyyina ve habibina Mustafa sallallahu aleyhi ve ala alihi ve sahbihi ve sellem ve ba'd. Mən də digər qardaşlarım kimi bu təbrikə qoşulam. Əlbəttə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə məclislərdə, gözəl, xeyirli, bərəkətli məclislərdə Peyğəmbər sallallahu aleyhi və səlləmin gözəl bir duası var, gözəl bir dua edərdi. Məndən öncə qardaşlarımız bu duanı oxuyur, xeyirli, bərəkətli duadır. Mən də həmin duanı qardaşım Hüseynə ərmağan etmək istədim. Barakallahu ləkə və barak aleykə və cəmə beynəkmə fi xeyr. Allahın bərəkəti sənin üzərinə olsun və Allahın bərəkəti sizin üzərinizə yatsın və Allah
Allah mübarek etsin, Allah xoşbəxt etsin. İlham əmi, sizin də gözünüz aydın olsun, Allah sizdən razı olsun. Digər qardaşların dediği kimi, böyüklərin, maqsadların buyurduğu dediği gibi, biz də sizə çox sağ ol deyirik ki, belə gözəl şəriətə, dinə, urfa uyğun bir məclis təşkil etdik. Allah mübarək etsin, Allah xoşbəxt etsin. Və sallallahu aleyhi ve sellem Muhammed və alə alihi və sahbihi və səlləm. Daha da böyük məclislər, daha bundan da məclislərdə Allah Teala bizi bir yerə şən, belə xürrəm, qəlbimiz, ruhumuz, Allah bağlı, sevinç içərisində eləsin. Allah sizdən bir daha razı olsun. Mən elə güman elədim ki, əlhəmdülillah yenə Allah rəhimləsin. Bu da qanunun ayrılmışlar, bu kişidir. Yəni, səhəti ilə əlaqələr olar, gələ bilməyib, Allah onlara da rəhimləsin. Kiçik bir şey parçasına bunu yekunlaşdırmaq istəyirəm. Qalır su altında kiçik adalar, ay savadsız, alim, aqil atalar, ay köhnə kişilər, köhnə kişilər. Allah onların hamısına günahlarını bağışlasın. Hüseynin babası, Xan Hüseyin dayının, Hüseynin babası Gülməmməd kişinin və eləcə də bütün elimizin, obamızın hamısının o köhnə kişilərinin Allah günahlarını bağışlasın. Onlar barədə nə qədər istəsin xatirələr danışmaq olar, nə qədər istəsin ibrətamiz hadisələr danışmaq olar. Allah Teala yerdə qalanlara, gənclərimizi də öyrənsinlər, yaşlı nəsil nə qədər varsa onlardan soruşsunlar, müəyyən məlumatlar olsun ki, Allahın izini o çətin vaxtlarda, o belə deyək, çətin günlərdə o insanlar dinin necə yaşayıb, nətər ediblər. Allah hamımızdan razı olsun. Əziz qardaşlar, bugünkü məclisdə bir dənə kiçik informasiya sizə vermək istəyirəm ki, yəni əlhəmdülillah, məğrib namazından sonra biz bura yığışdıq, amma məsələ belədir ki, vaxt məhdudiyyəti var. Bir neçə dəqiqədən sonra, yəni ki, işə namazının vaxtı olacaq. Sözsüz ki, işə namazının məscidə gedən qardaşlar yəni gedəcəklər. Amma bir məlumat üçün deyim ki, inşallah məclisi davam edir, məclis davam edir. Yəni kim istəyərsə inşallah qalacaq. Çay sirfəmiz də olacaq Allahın izni ilə. Mən sizə deyim ki, inşallah Allahın izni ilə sual cavabımız da olacaq. Bir 3-4 dənə qalibdir, gücümüz zaten hədiyyə verəcəyik onlara da. Bundan başqa da inşallah bizim burada elm əhlimiz var, elm tələbələrimiz var. Onları da xüsusi olaraq salamlayırıq. İordaniya tələbələridir, birinci, yəni Bəhram müəllimi və Coşqun müəllimi, eləcə də Mədinə İslam Universitetinin tələbəsi, qardaşımız, elm əhli, alimimiz Adil Rəcəbov salamlayırıq. Allah onlardan razı olsun, Allah köməkləri olsun onların da. İndi isə mən icazənizlə sözü qardaşlarımıza vereyim. Birinci, inşallah ki, özləri, yəni öz aralarında ayrı edərlər, birinci hası danışacaq inşallah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Ben de kardeşlerim, böylerin, aksakalların təbriklərinə qoşunuram və qardaşımızı təbrik edirəm. Allah Resulü'nün sallallahu aleyhi ve sellemin ettiği duanı kardeşimiz için edirəm. Barakallahu leke ve baraka aleyke ve cema'a beynekuma fil hayr. Allah sana bərəkət versin, bərəkəti sənin üzərindən yağdırsın və səni xeyirlərin üzərində və sizi, hər ikinizi xeyirlərin üzərində cəm etsin. Sizi xeyirlərin üzərində cəm etsin. Bu Allah Resulü'nün sallallahu aleyhi ve sellemin yeni evlənənlər üçün etdiyi duadır. Burada Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, sizi xeyirlərin üzərində cəm etsin. Hansı xeyirlərin? Dünya və axirət xeyirlərini. Və dünyada da olan ən böyük xeyirlər, barakallahu fikum, Allah sizə bərəkət versin, ən böyük, ən üstün xeyirlər Allah subhanahu və teala'ya itaət və ibadətdir. Dünyada ən böyük xeyir, ən böyük nemət Allaha itaət və ibadət üzərində olmaqdır. Allah subhanahu və teala bizləri müvəffəq etsin. Hansı ki, görürsən dünyada hər bir şəxs xoşbəxtlik axtarır, barakallahu fikum. Hansı ki, məhz xoşbəxtlik də nədir? Allaha itaətdə, ibadətdədir. Xoşbəxtlik də Allaha itaətdə və ibadətdədir. Yəni, xoşbəxtlik hidayət üzərində olmaqdadır. Bu ikisi bir yerdən, yəni bu ikisi birindədir. Yəni, biri birindən ayrılmır. Əgər bir yerdə hidayət varsa, Allahın hidayəti varsa, orada mütləq xoşbəxtlik var. Və bir yerdə Allahın hidayəti yoxdursa,
orada xoşbəxtlikdən söhbət gedə bilməz. Necə ki Allah Subhanahu va Taala buyurur ki: "Fəmən ittəbə hudaya fələ yadillu və la yəşqa." Kim mənim hidayətimə tabe olarsa, o nə azmaz, nə də bədbəxt olmaz. Deməli, hidayət üzərində olmaq, Allah Subhanahu Teala buyurur, hidayət üzərində olan bədbəxt olmaz. Deməli, bədbəxt olması nə olar? Deməli, xoşbəxt olar. Və dalilcə buyurur ki, Rəbbimiz, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim mənim zikrimdən üz döndərərsə, ona sıxıcı həyat vardır. Allah Subhanahu Teala bizə bildirdi bu ayədə ki, kim Allahın hidayəti üzərində olarsa, Allaha itayət, ibadət üzərində olarsa, o xoşbəxt olar və azmaz. Və kim də Allahın zikrindən üz döndərərsə, Allahın hidayətindən üz döndərərsə, həmin kəs sıxıcı həyat içərisində yaşayar. Həmin kəsə sıxıcı həyat verirlər. Və həmçinin Allah Subhanahu wa Taala başqa ayədə buyurur ki, Barakallahu fikum. Mən amilə salihan min zəkerin əv unsə və huvə mu'min fələnuhiyyənəhu həyətən tayyibə. Kim mömin kişilərdən və qadınlardan, kim mömin olaraq salih əməllər işləyərsə, biz ona xoşbəxt həyat verərik. Mömin kişilərdən və qadınlardan iman gətirərək kim salih əməllər işləyərsə, biz ona xoşbəxt həyat verərik. Və həqiqətən də insanlar var, görürsən, barakallahu fikum. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləmin zövcələrindən gəlir ki, bizim evimizdə geçsə günün, yəni günlərlə qazan qaynamazdır. Yəni evlərində nədir, günlərlə yemək pişməzdir, yəni nədir, kasıbçılıq idi. Lakin həmin ailə ən xoşbəxt ailə idi. Və həqiqətən də günümüzdə görürsən ki, insanlar var ki, kasıb olsalar belə Allahın hidayəti üzərində olduqları üçün həmin insanlar xoşbəxtdirlər. Hətta yeməyə heç bir şey tapmasalar belə. Amma insanlar da var, günümüzdə hamımız bunun şahidi oluruq bəlkə, barakallahu fikum. İnsanlar var ki, bəlkə milyonları var, amma nədir? Həmin insanlar xoşbəxt deyirlər. Həmin insanlar o milyonları xərcləyib xoşbəxtlik axtarırlar ki, tapmırlar, amma onlar bilmirlər ki, xoşbəxtlik nədir? Xoşbəxtlik Allahın hidayəti üzərində olmaqdadır. Həqiqi xoşbəxtlik Allah Subhanahu wa Taala'nın hidayəti üzərində olmaqdadır. Və ən böyük xoşbəxtlik ayədə keçən ən böyük salih əməllər, Allah Subhanahu wa Taala buyurur ki, salih əməllər işləyən. Salih əməllərin ən böyüyü nədir? Barakallahu fikum. Salih əməllərin ən böyüyü Allaha ibadət etmək, ona heç bir şey şərik qoşmamaq. Əgər bir insanın qəlbində bu olarsa, Allahın tevhidi olarsa, həmin insan ən böyük xoşbəxtliyi dadar. Bir insan Allahın təkliyini bilərsə və Allahdan başqa ibadət olunanların hamısından üz döndərərsə, həmin insan xoşbəxtliyi dadar. Hansı ki Allah Subhanahu wa Taala bizi məhz bunun üçün yaratmışdır. Buyurur ki Rəbbimiz: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Buyurur ki Rəbbimiz: وَعْبُدُ اللّٰهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا. Allaha ibadət edin, ona heç bir şey şərik qoşmayın. Yəni bizim yaranma qayəmiz, bizim üzərimizdə olan ən birinci haqq Allah Subhanahu wa Taala ibadət etmək və ona heç bir şeyi şərik qoşmamalıdır. Və insanlar var, görürsən günümüzdə nə edirlər? Allahdan başqasından istəyirlər, Allahdan başqasına dua edirlər, Allahdan başqasına nəzir deyib qurban kəsirlər ki, həmin kəslər qiyamət günü onları inkar edəcəklər. Yəni bu da ən böyük peşmançılıqdır. Təsəvvür et ki, sən bu gün Allahdan başqasından, hər hansısa bir pirdən, övliyadan, daşdan, dəmirdən, ağacdan, Allahdan qeyrisindən istəyirsən və onun üçün nəzir deyirsən, onun üçün qurban kəsirsən. Vallahi ki, qiyamət günü onların hamısı səndən üz döndərəcəklər. Nədir buna dəlilimiz? Allah Subhanahu Taala buyurur ki: وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا مَكَانَكُمْ أَنْتُمْ وَشُرَكَاؤُكُمْ فَزَيَّلْنَا بَيْنَهُمْ. Həmin gün qiyamət günü
onlar, yəni şirk qoşanlara deyiləcək ki, siz şirk qoşanlar və qoşduqlarınız həmin o şirk qoşduqlarınız dayanın və biz onların arasını ayıracaq və həmin o şirk qoşduqlar deyəcək ki, وَمَا كُنْتُمْ إِيَّانَا تَعْبُدُونَ siz bizə ibadət etmirdiniz. Siz bizə ibadət etmirdiniz. Həmin o şirk qoşulanlar günümüzdə insan hər hansısa piri, övliyanı Allaha şərik qoşursa, qiyamət günü həmin o insan, həmin o salih insan, həmin o kəslər onu inkar edəcək və deyəcək ki, siz bizə ibadət etmirdiniz. فَكَفَى بِاللّٰهِ شَهِيدًا بَيْنَنَا وَبَيْنَكُمْ إِنْ كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَافِلِينَ yəni bizim aramızda deyəcəklər ki, Allah şahid olaraq yetər ki, biz sizin bizə ibadət etməyinizdən xəbərsiz idik. Sizin bizə ibadət etməyinizdən biz xəbərsiz idik. Bu da nədir? Bu da ən böyük peşmançılıqdır ki, insan bu dünyada Allahdan qeyrisini çağırsın, Allahdan qeyrisinə dua etsin və qiyamət gündə həmin kəslər onu inkar etsin. Hansı ki, bu dünyada Allah subhanahu wa ta'ala'ya yönəlsəydi, Allaha dua etsəydi, Allahı çağırsaydı, həmin kəs hər iki diyarda, həm bu dünyada, həm də ahirətdə xoşbəxt olardı ki, Allah subhanahu wa ta'ala bizlər də buna yalnız özünə ibadət etməyə müvəffəq etsin və Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdika eşhedü en la ilahe illa ente. Təbrik edirəm. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin evlər üçün iqtidanı edərək bir isə şeylərdən huzur tapır. Onun biri də evlilikdir. İnsan evlənərkən xoşbəxt ya'rifuna ni'metallahi thumma yunkirunaha. Onlar Allahın nemətlərini verirlər, sonra isə onu inkar edirlər. Necə inkar edirlər? Dilləri ilə Allah. İnsan Allah azza və cəllənin nemətlərinə nankorluq etmiş olur. Andıqda, Allahı xatırladıqda insan bu dünyada xoşbəxt olur. Yəni elə insanlar Allahı qoymur, o ömrə daxil olsun, o həyata daxil olsun. Yəni ömür, insan sanki deyir ki, bu ömür mənimdir, bu həyat mənimdir, mən bunu yaşamalıyam. Heç kim mənim bu həyatıma qarışa bilməz. Kim olur olsun, mənim bu həyatıma qarışa bilməz. Yəni Allahı da həyatlarına qarışdırmırlar. Yəni Allah həyatlarına qarışdırmadıq dedikdə, yəni Allahın əmrlərinə məhəl qoymurlar və qadağalarına məhəl qoymurlar. Və bu zaman insan huzursuz olur. Bu zaman insan xoşbəxt ola bilmir. İnsan o zaman xoşbəxt olur ki, Allah azza və cəlləni ansın, onu xatırlasın, ona şükür etsin, onun nemətlərini saysın. Çünki hər bir insanın xoşbəxtçiliyi Allahı xatırlamaqla keçir. Bunun təsdiqi Quran-ı Kərimimizdə də var. Allah azza və cəllə buyurur ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır. Yəni qəlblər yalnız Allahı anmaqla, onu öyməklə, onu səna etməklə, onu tərifləməklə rahatlıq tapır. Azza və cəllə üçün bir şeyi tərk eləyərsənsə, Allah azza və cəllə onun 1000 qatını sənə verəcəkdir. Yəni Allah zəhməti itirən deyil, əziz müsəlman. Yəni, bu dünyada adil insanlar, normal insanlar, mərhəmətli insanlar heç kimin zəhmətini itirmir. Allah bütün misallardan ucadır. Aləmlərin Rəbbi olan Allah, Əl-Ğani olan Allah, ən varlı olan Allah, mülkü əlində olan Allah sənin zəhmətini itirər, heç vaxt itirməz. Sənin onun üçün 5 manat, 10 manat verdiyin o sədəqəni itirən Allah əlbəttə itirməz. Gecə durub bir rükət namaz qılırsan, Allah azza və cəllə o zəhmətini itirməz. Heç bir yaxşılığını Allah itirməz. Vallahi billahi itirməz. Və Quran-ı Kərimdə Allah bizə yüzlərlə vəd edir. O hansı Allahdır? Göyləri və yeri yaradan, bizim mövcud səbəbimiz, varlıq səbəbimiz, güneşi şərqdə çıxardıb, məğribdə batıran, gecəni gündüz, gündüzü gecə edən, göydən bizə yağış indirən, yerdən bizim üçün cürə və cürü bitkilər çıxardan Allah azza və cəllə, yəni sənin zəhmətini itirər. Allah'ın hüsiyələrini dinləyin. Quran-ı Şərifini oxuyun. Quran-ı Şərifdən ayrılmayın. Hər gün Quran-ı Şərifi oxuyun. Hər gün Quran-ı Şərifdən mühayiniz olsun. Allah'ın ayətlərini tədəbbür edin, təfəkkür edin. O zaman sizin qəlbiniz asılacaq, gözünüz asılacaq, qəflət tərk edin, sizdən qalır.
Subhanaka Allahumma bihamdik eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk. Allah sizden razı olsun. Allah elimize bereket versin. Adil müəllimi dəvət etmişdik var. Bir dəqiqə kiçik bir qissə danışacağım sizin. Allahın izni ilə bir nəfər olur, yəni gözəl bir həyat sürür zövcəsi ilə, həmişə şad mehriban yaşayırlar. Allahın qədəri qisməti olur ki, ortada artıq zövcə dünyasını dəyişir. Bu kişi bir 10 il, 15 il müddətində evlənmir. Bir gün dostlarım ona deyir ki, siz niyə evlənmirsiniz? Axı siz aradan xeyli müddət keçir. Deyir, bilirsiniz nə var? Mən sizə bir hadisə danışacağım, siz özünüz ibrət götürün. Bir gün deyir, mən hissləndim. Hisslənəndə zövcəmi deyir, incitdim, bəs vurdum. Bunu dedim, çıx get ata onun evinə. Deyir, zövcə çıxdı getdi atasının evinə. Deyir, istindən bir 3 gün, 4 gün, 5 gün keçdi. Hissim soyudu, dedi, gedim onu gətirim mən. Gedim gətirim, deyir. Gəldim, deyir, qapının qaynata evinə də belə deyək. Gəldim, deyir, qapının ağzına gələndə, deyir, zövcə məni qarşıladı. Dedi, bilirsən nə var? Mən burada demişəm ki, məni qonaq göndərib bura, mən gəzməyə gəlmişəm. Allah rızasına bizim aramızda olan inciklikləri deməklə. Deyir, gülə-gülə məni qarşıladı və yuxarı çəkdi. Mənim deyir, o ibrətəmi sadəcə heç vaxt yadımdan çıxmır. Belə insanın qarşılığında deyir, sözsüz ki, halal deyə sonra evlənməz. Belə insanın qarşılığında mən deyir, ona uyğun bir insan tapa bilmirəm. Allah təala bütün zövcələri, bacıları hamısına belə mehriban, ərinə itaat edən eləsin. Və inşallah müəllimin çıxışını gözləyirik. Ondan sonra yenə də belə ibrətəmi hadisələr olacaq, yəni sual cavab olacaq. Yenə də deyirəm, əlhəmdülillah çay sirfəsi olacaq. Axırda da inşallah işa namazını qılacaq bir yerdə və bir dənə də ekskluziv olaraq sizə bildirirəm ki, inşallah işa namazının azanın bəyimiz üzü çəkəcək. Allahımıza bərəkət versin. Adil mənim zəhmət olmasa Allahın izni ilə gəlin bura. Nəbuz işlənir və deyir ki, mən fəalə hədə bi əlihətinə. Yəni bizim ilahlarımıza bunu kim etdi? Deyirlər ki, birisi edib yuqalu ləhu İbrahim. Ona İbrahim deyilir. Yəni İbrahim deyilən birisi edib. Yəni elə bir ki tanınmır. Yəni halbuki Allahın qatında uca bir kimsə idi. Və həmçinin Musa Aleyhisselamın da dövründə Musa Aleyhisselamı da onlar aşağı görürdülər. Hətta müəyyən ləqəblər deyirdilər. Amma Allah Teala buyurur ki, və kən indallahi vəciha. Yəni o isə Allah qatında yəni hörmətlidir. Və insanın da məqsədi insanlar yanında yox, Allah qatında hörməti, izzəti qazanmağa çalışmasıdır. Və onu da qazandıran Rəbbinə olan itaətidir. Onun əmrlərini yerinə yetirib qadağalarından çəkinməsidir. Və bir dəfə birisi keçir, zəngin insanlardan biri. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bunun haqqında nə deyə bilərsiniz? Sahabələr deyirlər ki, bu insan elə bir insandır ki, o danışsa, onun söhbətinə, danışığına qulaq asarlar. Şəfaət etsə, yəni vasitəçilik etsə, vasitəçiliyi qəbul olunar. Və bir evə qız istəmək üçün getsə, ona qız verərlər. Sonra başqa bir kasıb bir kimsə keçir. Və deyir ki, bəs bunun haqqında nə deyirsiniz? Onlar da deyirlər ki, yəni bu insan danışsa, bunun danışığına qulaq asan olmaz. Şəfaət etsə, vasitəçilik etsə, vasitəçiliyi qəbul olunmaz. Və bir qapıya geçsə, qız istəmək üçün ona qız verməzlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bu yer dolusu onun kimlərindən daha xeyirlidir. Halbuki insanlar yanında qiyməti yox idi. Yəni vasitəçiliyi qəbul olunmur, danışdığı zaman danışığı dinlənilmir. Amma deyir ki, bu yer dolusu onun kimlərindən daha xeyirdir. Və ona görə başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki,
Kem min medfu'in bil abwab. Lev aqsama alallahi le abarrah. Yəni neçə qapıdan qovulanlar vardır ki, əgər o insan Allaha and içərsə, Allah Teala onun andını yerinə yetirər. Qapıdan qovulmur, qapıdan qovulur, qəbul olunmur. Amma əgər o insan Allaha and içərək, bu iş belə olacaq deyə and içərsə, Allah Teala onun andını yerinə yetirər. Yəni, insanlar arasında tanınmır. Amma Allah qatında insanın hörməti vardır. Və elə mühüm olan da, əsas olan da budur. Və buna görə və belə insanlara görə də bərəkət gəlir. Allahın yardımı gəlir. Və bir döyüşdə, döyüş qurtardıqdan sonra, hansı ki ilk səhvdə öndə döyüşən sahabələr müəyyən qədər narazılıq edirlər ki, qənimət hamıya eyni bölündü. Amma əsas döyüşü udan, qələbənin qazanmasına səbəb olan öndəkilər idi. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnəmə tunsarunə və turzaqunə biduafaikum. Siz sizin içərinizdə olan zəiflərə görə, onların ixlasına görə, onların duasına görə ruzilənirsiniz. Və onların ixlasına, ibadətinə görə, duasına görə sizə zəfər gəlir. Yəni elə bilməyin ki, sizin, yəni bu zəfər sizin o qol gücünüzə görə oldu. Sizin içərinizdə olan o zəiflərə görə oldu. Çünki insan nə qədər zəif olarsa, nə qədər ehtiyac sahibi olursa, bir o qədər də insan Rəbbinə yaxın olur. Davamlı dua edir. Və öz ehtiyacını, möhtaclığını Rəbbinin qarşısında izhar edir. Amma nə vaxt ki, insan ehtiyacsız olur, vəziyyəti yaxşı olur və görürsən ki, insanın Rəbbinə yönəlməsi, dua etməsi və Rəbbinə olan bağlılığı, təvəkkülü onun kimi olmur. Və ola bilər dəvət sahəsində də olsun. Amma İbn Qayyim rahimehullah yəni demək istəyir ki, əgər insan bu elmi ilə, dəvəti ilə, əməli ilə Allah qatında olanı gözləyirsə, həsəd aparmamalı, narahat olmalı deyil. Sən dünyavi bir şeydə, məsələn, deyək ki, ətir satandır, başqa birisi gəlib yanında ətir dükkanı açdığı zaman, yəni ona elə gəlir ki, bir növ onun ruzisinə bais olur. Ruzisinin qarşısı alına bilər. Yəni burada sözsüz ki, yəni burada da olmalı deyil, amma burada nəsə bir səbəb kimi var. Amma insan əməlləri ilə, ibadətləri ilə Allah rizasını, cənnəti istəyirsə, yəni cənnətdə genişlikdir. Darısqallıq yoxdur, sıxıntı yoxdur. Yəni bütün insanlar hamısı cənnətə düşsə belə narahatçılığa yer yoxdur. Çünki hədisdə gəlir ki, cəhənnəmdən ən axırıncı çıxan insana dünyanın 10 misli cənnətdə veriləcəkdir. Dünyanın 10 misli ən axırıncı çıxana. Əgər insan bunu bilirsə və həmçinin əməlləri ilə məqsəd Allah rizasıdırsa, cənnəti qazanmaqdırsa və cənnətdə narahatçılıq yoxdur. Yox, əgər insan elmi ilə, dəvəti ilə və ya dini məsələlərdə bir-birlərinə həsəd aparırsa, onda bu onun göstəricisidir ki, məqsəd ora yox, məqsəd buradır. Hansı ki, burada neyəsə çatmaq istəyir, o filan kəs
onun ona çatmasına mani olur və yaxud da onun yolunda bir maniədir. Və ona görə insanın Allah qatında ucalması ixlasına görədir. İxlas olarsa əməllərdə insan ucalır. Və sözsüz ki, bunu tutmaq, bunu əldə etmək, qazanmaq da işte asan deyil, amma Allah Teala çalışanı müvəffəq edir. وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. O kəslər ki, bizim yolumuzda çalışarlar, biz onları yolumuza yönəldərik. Yəni ona görə ixlas insana rahatlıq, insana xoşbəxtlik gətirən bir əxlaqdır. Yəni insan bir işi, evladını tərbiyə etdiyi zaman Allah üçün tərbiyə edirsə və Allah üçün ona bir sərmayə qoyursa və sonra evladı istədiyi kimi olmasa da o çəkdiyi əziyyətə görə, xərclədiyinə görə narahat olmur. Çünki boşa getmir. Allah üçün olan bir şey boşa getmir. İndi baxın o insan ki, evladını oxutduğu zaman, xərclədiyi zaman oxudur ki, filan yeri qurtarsın və ondan sonra qoyduğu pulların 10 qatını geri götürsün. Və sonra da o həmən uşaq universitet oxuduğu zaman qoşulur başqa uşaqlara, düz yolda olmayanlara, yəni oxumağını davam etdirmir. Və onda baxın deyir, o valideyn üçün bu necə təsir edər? Yəni o qədər xərclədiyi zay oldu, əziyyəti zay olur insanın. Çünki insan axirəti gözləmirdi. Amma o insan ki, çəkdiyi əziyyəti ilə axirəti gözləyir, hətta özü istədiyi kimi olmasa da, işlər özü istədiyi kimi getməsə belə, yenə narahat deyil. Çünki onun Allah üçün etdiyi hər bir əməl, xərclədiyi hər bir qəpik də onun üçün yazılır, savab olaraq ən ehtiyacı olduğu gün, qiyamət günü, yəni onu götürəcəkdir. Yəni xülasə, əsas olan insan Rəbbinin rizasını qazanmağa çalışması. Çünki insanların rizası əl çatılmaz bir şeydir, mümkün deyil. Yəni əgər insan fikirləşirsə, insanları özündən razı salacaq, o insanda çatışmır. Mümkün deyil. Və ona görə tək olanı razı salmaq, yəni Allahı razı salmaq, birincisi asandır, ikincisi fayda da elə buradadır. Amma insanları razı salmaq birincisi mümkün deyil və ikincisi fayda, yəni razı salsan belə nə faydası var? İnsan doğru yoldan getdiyi zaman hər ikisini əldə edir. Həm Allahın rizasını qazanır və sonra Allah Teala elədir ki, insanlar da ondan razı qalır. Amma əksinə, yəni insan ancaq insanların rizasını qazanmağa çalışarsa, Allahı qəzəbləndirərək, onda insan Allahın da qəzəbini qazanır və sonradan insanların da qəzəbini qazanmasına səbəb olur. Yəni hər ikisini itirir. Həm Allahın razılığını itirmiş olur və həmçinin də insanların razı olur. Amma kim ki Allah qatında hörmətli olmaq istəyir, Allah qatında ucalmaq istəyir və onun üçün can atır, Allah qatında ucalandan sonra Allah Teala onun sevgisini möminlər arasında, insanlar arasında qoyacaqdır. Necə ki Allah Teala buyurur: "İnnellezîne âmenû ve amilu's-sâlihâti seyec'alu lehumur-rahmanu vudda." İman gətirib salih əməl edənlərin sevgisini Allah Teala iman gətirənlər arasında qoyacaqdır. Və ona görə insan özünü yormamalıdır artıq şeylərlə. Artıq şeylərlə yorur, hər ikisini itirir. Amma insan düzgün gedəndə yorulmur, hər ikisini əldə edir. Həm Rəbbinin rizasını qazanır, Rəbbinin qatında ucalanlardan olur və həmçinin yəni insanların da razılığını qazanmış olur. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala hər birimizi öz rəhməti altına daxil etsin, özünün rizasını qazanmağa müvəffəq olanlardan etsin. Və yenə Allah Teala'dan istəyirik ki, Allah Teala yeni evlənənləri həm bu dünyanı və həmçinin də ahirətin saadətinə qovuştursun. Allah razı olsun.
Azərbaycan elə bir məmləkətdir ki, mənim əziz gözəl qardaşlarım, illər boyu, tarixlər boyu bu məmləkət uğrunda yad qüvvələr bir-biri ilə vuruşlar edib, buralara sədrlər yürüşlü edib, zaman həmişə bizim diyarımız, bizim ölkəmiz qan qadaya döndəriblər. Sasani imperiyasından tutmuş üzü bəri, Ağa Məhəmməd Şah Qacardan, eləcə də hətta 2-ci Dünya Müharibəsində Adolf Hitlerin özünün baş planında olur ki, Bakı tutulsun. Və Allah həmsənalar olsun ki, mənim gözəl qardaşlarım, biz nə qədər çətinliklərlə də rastlaşmışsa, nə qədər ərazi itkiləri ilə də rastlaşmışsa da yenə də öz məğrurumuzu saxlamışıq. 20-ci əsrin sonlarında bədnan düşmənlər tərəfindən torpağımızın 20% işğal olunanda da, hətta bizim müəyyən qədər qürurumuz aşağı düşəndə də biz Allaha əmin idik ki, Allahdan kömək diləyirdik ki, zaman gələcək Allahın iznə bu zəfəri Allah Teala biz müsəlmanlara yetirəcək. Və Allaha sonsuz sayda həmsənalar şükürlər olsun ki, 2020-ci ildə həmin bu biz istəyimizə çatdıq və öz məğrurluğumuzu, qürurumuzu Allah Teala bizə qaytardı. Bunun qazanılmasında Allah Teala səbəb kimi bizim cavan uşaqlarımızı da, cavan balalarımızı da, vətən fədailəri, Allah onlara şəhidlik nəsib eləsin. Onlar can qoydular. Xalq şairi Bəxtiyar Vahabzadə deyir ki, vətəni sevirəm deyən çox olar, nə var ki deməyə dil yorulmasa, vətən də bizim tək ölər yox olar, vətənin uğrunda ölən olmasa. Məmməd Araz deyir ki, vətən mənə oğul desə nə dərdim, mamur olub qayasında bitərdim. Şirvan şairi Abbas Əhəd deyir ki, vətən əcdadımızın mətfənidir, vətən övladımızın məskənidir. Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Bu əziz gündə, bu sevimli gündə, bu şad gündə, İlham balamızın balasının şad günündə bizim borcumuzdur ki, o gənc uşaqları, gənc balaları bir daha xatırlayaq. Allah rızasına hamınızdan xahiş edirəm ki, ürəyinizdə onlar üçün bağışlanma diləyin, onlara şəhidlik qismət olmağını arzulayın. Çünki onlar tarix boyu unudulmayacaq. Bizim həmişə şad günlərimizdə də, təmtəraqlı günlərimizdə də həmişə biz onları xatırlayacağıq. Yəni ki, indi gedən tələsən gedir, amma məclis xahiş edirəm, elə özünüzü sıxmayın, məclis davam edir. Mən indi bura Allahın izni ilə xahiş edirəm, Semur qardaş hardadır orada, Semur qardaş. Qobustan maşallah, yəni dəvətin həmişə mərkəzlərindən biri olur. Burada da Allahın izni dil istədi ki, 7 qardaşlarımız da öz ürək sözlərini desinlər, çıxışlarını versinlər. Problem diyor, sözünü indi mən inşallah Şəhriyar qardaşa verirəm. Çəkindirirsə onu çəkin. Yəni bu Hücurat surasında bu ayə, Allah Resulünün sözünün üzərində söz səsinizi qaldırmayın. Ona bir-birinizin xitab etdiği kimi, ey filankəs, ey fəhmənkəs deyə müraciət etməyin. Hakkıyla Muhammed Sallallahu ve Allah'a itaatli geçiş, Allah Subhanahu Meclisi berketli için, Rabbi'yi bu zürriyet yaslısı ve Afrika'nın Bəyimiz hardadır? Hüseyin. Ay Hüseyin. Gel kardeş yolu, gel bura inşallah. İnşallah ekskluzivdir ve meclisin bəyi azan çəkəcək inşallah Allah'ın izniyle. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah.
حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين. الذين يحملون العرش ومن حوله يسبحون بحمد ربهم ويؤمنون به ويستغفرون للذين آمنوا ربنا وسعت كل شيء رحمة وعلما فاغفر للذين تابوا واتبعوا سبيلك وقهم عذاب الجحيم ربنا وأدخلهم جنات عدن التي وعدتهم ومن صلح من آبائهم وأزواجهم وذرياتهم إنك أنت العزيز الحكيم وقهم السيئات ومن تق السيئات يومئذ فقد رحمته وذلك هو الفوز العظيم. الله سمع الله لمن الله أكبر الله أكبر الله أكبر الله أكبر الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين إن الذين كفروا ينادون لمقت الله أكبر من مقتكم أنفسكم إذ تدعون إلى الإيمان فتكفرون قالوا ربنا أمتنا اثنتين وأحييتنا اثنتين فاعترفنا بذنوبنا فهل إلى خروج من سبيل ذلكم بأنه إذا دعي الله وحده كفرتم وإن يدعى
بربه تؤمنوا فالحكم لله العلي الكبير. الله سمع الله لمن حمده. الله أكبر. الله 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 أكبر. الله أكبر. الله سمع الله لمن حمده. الله أكبر. الله 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 أكبر. الله سمع الله لمن حمده. الله أكبر. الله أكبر. الله الله السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله.